Qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında yeni qanun layihəsi hazırlanır. Layihədə işğal altındakı ərazilərin minalardan təmizlənmə mexanizmi, həmin ərazilərə geri qayıdanlarla bağlı vergilərdən müəyyən müddətə azad olma, yeni iş yerlərinin yaradılması, eləcə də geri dönənlərin birdəfəlik yardım alması nəzərdə tutulur. Cəbhədə uğurlu əməliyyatları bu layihənin hazırlanmasını daha da labüd edib. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, layihədə qaçqın və məcburi köçkünlərin geri dönməsinin əsasları, geri dönmədə imtiyazlar və tələblər nəzərdə tutulub. Qanun çox maraqlı maddələri ilə diqqəti cəlb edəcək. Burada minadan təmizlənmə məsələsindən tutmuş, demək ailələrin məskunlaşarkən bir dəfəlik yardımla təmin olunması, orada sahibkarlığa yaradan şərait və digər məsələlər öz əksini həmin qanunda tapa bilər. Bu qanun əlbəttə komitədə işlənilir. Komitə sədri onda bildirdi ki, beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə BMT-nin Ali Qaçqınlar Komissarlığı ilə əməkdaşlıq edilir. Dünya təcrübəsi öyrənilir, dünya qanunları tapılır. Bizim əlimizdə bugün 40-a yaxın dünyanın qanun təcrübəsi var. Və bunların hamısı ümumiləşdirilir. Bu dəqiqə o proses gedir. Qeyd edək ki, sözü gedən qanun layihəsi torpaqlarımız işğaldan tam azad edildikdən sonra qüvvəyə minəcək. Nuranə Məmmədiyarova, Carçın.